tanı. Növbəti notlar daha sərt idi. Bizi ittiham edirdilər ki, siz əgər bizlə D2-nə qarşı mübarizə aparmaq istəmirsiniz, deməli siz özünüz D2-ilə birləşib bizə qarşı mübarizə aparırsınız. Və belə məsələdir. Yəni Rusiya ilə bizim münasibətlərimiz axıra qədər düzəlmədi. Məsələ benim ki, Erməni ilə münasibətimiz düzəldir, Rusla düzəlmədi. Görün də məsələn nə görür. Hə, gəldik nədən danışmağa. Bayaqlar qonşumuzu demişdiniz, kim var idi? Böyük Britaniya. Həmən bu Böyük Britaniya hansı qonşumuzdur bilmirəm. Amma deyəsən yaxın qonşudur bu. Hə, deməli, oktyabr ayında Osmanlı qoşunları Azərbaycanı tərk edəndə Azərbaycana İngiliz Britaniya qoşunları gəlir. Antanta qüvvələri, bəli. O Antanta qüvvələrinin başına kim idi gələn? Thomson gəlmişdi. Və Thomson ilk vaxtlar Çiçək dərsdə danışmışdır ki, bizim ikinci hökumət kabinetimizi tanımadı. Yəni hökumət kimi ki, əvvələt hökumət olmaz. Hə, amma sonra üçüncü hökumət kabineti formalaşanda dedi ki, vallah, mən bundan daha yaxşısını tanımıram. Ən yaxşısı ilə budur. Və bizim üçüncü hökumət kabinetimiz necə bir hökumət? Koalisiyalıdır. Ayrı-ayrı fraksiyalar, Ruslar, nə bilim, Yahudilər falan daxil edilər bura. Ona görə bizi tanıyır. Əvvəl tanımadı. Üçüncü hökumət kabinetini isə artıq tanıdı. Və bunlar 1918-ci ilin noyabrında gəlirlər. 19-cu ilin noyabr ortalarında, yayında İngilislər çıxıb gedirlər. Çıxıb ki, biz əvvəlcə bu İngilislər Osmanlıların gedişinə pis olduq. Osmanlılar burada olarkən biz Osmanlı meyilli, Osmanlı yönümlü hadisələr yürüdürük ki, yəni Osmanlı xətrinə dəymədən eləyək ki, Osmanlı bizim müstəqimizin möhkəmlənməsində bizə kömək etsin. Osmanlı gələndən sonra İngilislərin gəlişini biraz narahatlıqla qarşıladıq, amma sonra İngilislərin burada olması bizim üçün elədir ki, nə idi? Sizə elə bir telefon alırsınız, qızıl zəmanət verirlər sizə. Ömürlük qızıl zəmanət, nə vaxt qızlar gəlir qaytar söhbətdir. Britaniyanın bax burada olması, Britaniya, gələm şey danışım, Versal sistemindən bir söz deyim. Versal konfransı, Paris konfransı 1919-cu ildə çağırılır. O, Birinci Dünya müharibəsindən dünyanın taleyini həll edən bir konfrans idi. Dünyanın taleyini orada 3 dənə aparıcı dövlət həll edirdi. Biz keçən keçmişdik Birinci Dünya müharibəsini, keçməmişdik. Orada kimlər dünyanın taleyini həll edənlər? Böyük Britaniya, İngiltərə, ABŞ və Fransa. Yəni dünyanın taleyini həll edən dövlətlərdən birinin Böyük Britaniya, İngilislərin qoşunları bizim ərazimizdədir. Sizcə böyle kanlara kesilir. Hə, indi sizcə bu cür qoşunun burada olması kimsə bunu risk edib bizim ərazimizə hücum edə bilər? Yox. İndi də bizim müstəqilliyimizin zəmanətçisi, qarantı kimdir? Böyük Britaniya, İngilislər. Əvvəlcə bunların gəlişində biz baxırdıq, amma sonra bunlar gəndə az qaldığı yaxalarını düşürük ki, qalan zaman başınıza bizi tərk edəməyik. Yəni siz bizi öldürəcəklər. Hə, İngilislər bunları tərk edəndə Xəzər dənizində olan donanmasının bir qismini, bir qism gəmi və katerlərini bizə verdilər. 19-cu ilin yayında bugünkü dərsimizin içində var da ordu qurulduğunda. Xəzər imkan verir kinosundan bax. Xəzər hərbi donanması yaratdıq biz. Kimin hesabına? İngilislərin aldığımız silah-sursat hesabına. Bir şey deyim ki, İngilislər həmən silah-sursatı bizə verəndə Akbarisi deyən kimi qışqırır ki, Türkmen çayı müqaviləsinə görə Xəzər dənizində yalnız Rusiyanın hərbi gəmiləri ola bilər. Bizə dedik ki, nə deyir ona? Dedik ki, Türkmen çayı müqavilesi bağlananda biz yoxuduq. İndi biz varıq, bizim də dənizdə çıxışımız var. Deməli, həmən çıxışımızı biz nəməli, müdafiə eləməliyik. Nələ müdafiə edəcəyik? Vanların içində aşağı yuxarı üzərək müdafiə eləsi deyil, biz gəmimiz olsun. Versana gidebilirsiniz. Dersi. 10 balla gelen görüşlere de.